Özel bir günümü sizlerle bölüşmek istedim. Belki de kimin için ise bu çok sayıda, bəziləriniz üçün ise arzu olmaz bir tədbirdir. Mən xəyallarımda olan günü gerçekleştirdim ve xəyallarımdan daha güzel geçti. Bunun için bütün tələbələrimə çox sağ ol deyirəm bu günü belə gözəl etdiyiniz üçün. Bəzi səbəblərdən dolayı aramıza qatıla bilməyən xanımlarımız oldu və aramızda olanlar, sayımızın çoxalmasını diləyirəm inşallah. Günü-gündən böyür ailəmiz, biz birlikdə güclüyük qrupumuzdandır, birlikdə güclüyük və ümid edirəm ki, hər zaman belə gülərik, sevimli və xoş qalasınız. Allah hər kəsə bol ruzi bərəkət nəsib eləsin, bizlər də içərisində bu cür hər günümüz özəl, gözəl belə keçsin inşallah. Əslində deyiləcək sözlər çoxdur. Həmin günü xatırlasam deyərdim ki, artıq bir neçə gün keçib bu videonu indi burada paylaşıram. Amma o qədər gözəl bir hisslərdir ki, arzusunda olan hər kəsə bu gözəl anı yaşamağa nəsib olsun inşallah. Əslində bugünü çoxdan da planlayırdıq. Vaxt zaman yetişdi və gəldi bugünə nəsib oldu. Kızlarımın bəzi online dərslərdən qoşulanlar da ilk dəfə bir-birimizi görürdük. Amma sanki illərdir bir-birimizi, yəni bütün günü bir yerdə olmuşuq. Belə bir his var idi içərimizdə. Hər günümüz özəl gözəl keçsin inşallah. Rəbbim hər kəsə arzuladığı həyatı yaşamağı nəsib eləsin. İnanın deyiləcək sözlər çoxdur, lakin burada musiqi paylaşmaq olmur YouTube'da bilirsiniz, kısıtlamalar gəlir. Ona görə bir musiqi fonunda istərdim buranı izləyəsiniz, amma çox təəssüf olsun YouTube buna icazə vermir və mən də səsləndirməliyəm. Və nə deyəcəyimi bilmirəm. O qədər gözəl bir anlar yaşadıq ki, əslində bunu bir mahnı ilə istərdim videonun sona kimi izləyəsiniz, amma mahnı qoya bilmirəm və mən danışmaq istəyirəm o gözəl andan. Çox gözəl gün oldu qızlar. İnşallah ki, növbəti buraxılışlarda digər qızlarımızla qoşular, onlarla birlikdə belə gözəl videolar hazırlayaram və paylaşaram. Ümid edirəm ki, videodan razı qaldınız və hər bir tələbəmə buradan yenidən çox sağ ol deyirəm, təşəkkürümü bildirirəm. Bu gözəl anı birlikdə yaşadıq.